Gəlin bəzədilməsi xidmətlərinin qiymətləri artıb. Paytaxtın mərkəzi ərazilərində olan gözəllik salonlarında gəlin paketlərinin qiyməti 200 manatdan başlayaraq 5000 manata qədər dəyişir. Əgər təkcə saç makyaj olacaqsa, nüd tonlarda o 200 manatdır. Amma 250 olanın içində saç makyaj daş alınması və ya lazer var üz üçün. Bir də xırda aksesuar ola bilər. 300 içində isə hər şey var. İstədiyin makyaj, istədiyin saç, istədiyin tacı. Gəlinlik paketimiz də var. İkisi birlikdə 600 manat. İstədiyiniz gəlinliyi gedirsiniz, seçirsiniz. Yəni o paketə daxil olanlar da hardasa, yəni biz onu paketə salmışıqsa qiyməti ən azı 800 manat, 1000 manat, 1300 manat belə paltarlar. Bir ay qabağa yazılırsınız, 50 manat beh ödəyəcəksiniz. Mərkəzdən kənar ərazilərdə yerləşən salonlarda isə qiymətlər fərqlidir. Xidmətlər nisbətən daha münasib qiymətə təklif olunur. Gəlin paketləri 120-150 arasıdır. 120-yə daxildir gəlinin vizajı və saçı, 150-yə daxildir saç, vizaj, xına və dırnaq. Qiymət fərqi vizajından asılıdır, saç düzümündən asılıdır, sadə, abartılı. Əvvəlkinə nisbətən əvvəl 80-ə 90-a idi, bizdə elə idi paket. Amma indi 150, 120, 150-dir. Çünki qiymətlər qalxıb. Səbəblər sadəcə ləvazimatlar bahalaşıb, materiallar bahalaşıb ona görə də. Yəni bilirsiniz də, hər il fərqli qiymətlər olur, ona görə qiymətlərin qalxmağı ilə bağlı bir şeydir. Salonun yerləşdiyi ərazidən çox şey asılıdır. Məsəl üçün, şəhərdə qiymətlər fərqlidir, rayon olaraq fərqlidir. Kişi salonlarında isə qiymət artımı müşahidə olunmur. Bərbərlər bunu istifadə etdikləri alət və materialların daha münasib qiymətə və geniş çeşiddə satışda olması ilə əlaqələndirirlər. Bəy kəsimləri adi kəsimlərdən fərqlənir. Xüsusən burada önə çıxır bizim saç kəsimində diqqət elədiyimiz müştəriyə ayrılan vaxt. Bəy kəsimləri 50 manatdan başlayır, sadəcə kəsimlər və kladka düzüm. Amma yerdə dəri baxımı, dəri qulluğu olduğu halda bunun üçün dermatoloqumuz gəlir. O özü qiymətlərini təyin eləyir ki, üzə hansı prosedurlar olacaq və bu nə qədər müddət çəkəcək. Əgər dermatoloq da gələcək olsa, dəri baxımı da olunacaq olsa, bu 100-150 aralığında olacaq. Bərbər İlqar Quliyev bəylərə salonlarda üz baxımı etdirdikləri zaman bu prosedurun mütləq dermatoloqlar tərəfindən aparılmasını tövsiyə edir. O bildirir ki, əksər salonlarda bu işi bərbərlər həyata keçirir və nəticədə toy günü bəylərin üzündə müxtəlif dermatoloji problemlər yaranır. Aylin Rəsulzadə, Seymur Əmir Aslanov, Kəmalə Əlmuradova, Xəbər Ertəsi.